Bir xadimə danışır ki, hər dəfə deyir, dükana girirdi, mən orada xidmətçi idim də, xadimə idim. Hər dəfə deyir, özü hərbiçi olurla, imkanı da o qədər çox deyil. Həmişə deyir, mənə yardım edirdi, gizli gedirdi. Neçə vaxtı gəlmədi, sonra bildim ki, şəhid olub. Yoxdur. Bildim ki, eyni Həzrət Əlinin yoludur. Eyni Peyğəmbərimizin yoludur. Eyni yolu bərpa elədilər insanların içində. Bizim sevgi ilə yaşamağımız üçün, eşqlə yaşamağımız üçün canlarını fəda elədilər. Onları bu günlərdə, hər bayram günündə, xalqın şad günündə yad eləməliyik ki, bu şadlığı onlar bizə ərmağan elədilər. Yoxsa şadlıq ola bilməzdi millət üçün. Hansı sevincdən? Biz neçə ildir nə bayramın dadını bilirdik, nə... Çünki biz itirmişdik, itirə-itirə də gedirdik. Şükür olsun Allaha ki, gücü tapdıq özümüzdə və onların qanı hesabına bu itirdiklərimizi bərpa elədik. Bədbinliyə də qapılmaq lazım deyil. İnşallah düzgün olarıqsa, onların yolunu davam eləyəriksə bizi ancaq yaxşı günlər gözləyər. Çətinliklər olar, amma yaxşı günlər olar qarşıda. Çətinliksiz heç bir xalqın inkişaf yolu yoxdur. Çətinlikləri dəf eləməklə, çətinliklərə sinə gərməklə inkişaf eləyə bilərik. Onların bizə əmanət qoyduğu ən böyük şey sevgidir.